Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə Rasulina Muhammedin və alə alihi və sahbihi əcma'in. Əmmə ba'd. Allah Azza və Cəllənin izni ilə bugünkü nəsihətimizdə Allah Resulü sallallahu aleyhi və səlləmin bəhs etdiyi iki nemət barədə danışmaq istəyirəm. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Ni'mətəni məğbunu fihimə kəthirun minən-nas, əs-sihhətu vəl-fərah. İki nemət vardır ki, insanlar bu iki nemətdə aldandılar. Sağlamlıq və boş vaxt. Baxın, əziz qardaşlarım, bu iki nemət həqiqətən də Allah Azza və Cəllənin qullarına vermiş olduğu ən gözəl nemətlərdən birisidir. Əlbəttə ki, Rəbbimizin nemətləri çoxdur. Necə ki, ayətdə də Allah Azza və Cəllə buyurur ki, Allahın nemətlərini saymaq istəsəniz, sayıb bitirə bilməzsiniz. La tuhsuha deyil, yəni sayıb bitə bilməzsiniz, onu hesablaya bilməzsiniz, bu mümkün deyildir. Çünki Rəbbimizin bizə vermiş olduğu nemətlər həddindən artıq çoxdur. Lakin elə nemətlər vardır ki, o nemətlərin özünə xas müddəti var. Yəni daimi bir, qalıcı bir nemət deyil. O nemət gəlir və sən o nemət gəldiyi zaman ondan lazımı qədər istifadə etməyə bacarmalısın. Əgər lazımı qədər düzgün bir şəkildə o nemətdən istifadə etməzsənsə, nemət əlindən gedəndən sonra artıq onun istifadəsi mümkün olmaz. Bunlar da Allah Resulü sallallahu aleyhi və səlləmin dediyi kimi sağlamlıq və boş vaxtdır. Baxın, İbn-i Teymiyyə rəhməhullah sağlamlıqla bağlı və boş vaxtla bağlı bu hədisin izahında buyurur ki, sağlamlıq elə gözəl bir nemətdir ki, bu qula verildiyi zaman insan onunla Rəbbini daha gözəl zikr etməyə bacarır. Daha gözəl Rəbbini ibadət etməyə bacarır. Daha gözəl rükû edir, daha gözəl qiyamda durur, daha gözəl səcdə edir. Yəni, ibadətlərinin bütününü daha gözəl yerinə yetirir. Həcc ibadəti, misal üçün. Həcci necə yerinə yetiririk? Maddi imkan lazım olduğu kimi həccin yerinə yetirilməsinə, həmçinin fiziki güc də önəmlidir. Misal üçün, orucu necə tuturuq? Buna səbir və dözümlülük lazım olduğu kimi, itaət lazım olduğu kimi, həmçinin bədənin düzgün işləməsi, sağlam olması da önəmlidir ki, biz bu ibadəti yerinə yetirə bilək. İbadətlər hamısı belə. Düşünün ki, bugün sağlamsınız, qiyamı lazımı qədər düzgün, gözəl, aram-aram, qiraəti mükəmməl olaraq yerinə yetirmirsiniz. Amma sabah xəstələnib yataqlara düşəndə deyirsiniz ki, ya Rabbim, saç sağlam olaydım, ayaq üstə dura biləydim və mən qiyamımı gözəl edərdim, namazımı gözəl qılardım. Bunu biz Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatında da görürük ki, Allah Resulü sallallahu aleyhi və səlləm gecə namazlarını artıq yaşlı olduğu zaman Ayşə radiyallahu anhə rivayət edir ki, qiraəti uzun tutardı, yorulduqda oturardı, sonra rüküyə getmək istədikdə, yəni rüküyə getməyə bir neçə ayət qaldıqda qalxardı, bir neçə ayət oxuyub rüküyə gedərdi. Yəni Allah həmd olsun, yəni Allah Resulü sallallahu aleyhi və səlləm belə artıq qocaldıqdan sonra o sağlamlıq neməti yavaş-yavaş ondan alınırdı. Bizdə də eyni şəkildə bəlli bir yaş, bəlli bir hadisə, bəlli bir zaman gəlib çıxacaq ki, həmin zamanda artıq sağlamlıq neməti insanın əlindən alınmış olacaq. Nə qədər ki, sağlamlıq neməti əldən alınmayıb, o sağlamlıqdan düzgün istifadə etmək lazımdır. İbadət yönümlü olaraq düzgün istifadə etmək lazımdır. Allah Azza və Cəllənin bizə bəxş etmiş olduğu bir çox şeyləri yerinə yetirmək olaraq düzgün istifadə etmək lazımdır. Artıq sağlamlıq əldən getdikdən sonra insan övladının, Adəm övladının xisləti budur. Hansı nemət əlindən gedir, başlayır o neməti axtarmağa. Bizdə də belə. Sağlamlıq əldən gedən kimi başlayırıq. Saç sağlam olardım, bunu eləyərdim, onu eləyərdim. Misal üçün, bəzən rastlaşırıq, yaşlı adamlar gənc zamanı, gənc olsaydılar, nəsiyyət eləyirlər ki, bala, biz sənin kimi cavan olsaydıq, idman eləyərdik, bunu eləyərdik, onu eləyərdik. Soruşursan, bəs axsaqqal, dayı, əmican, bəs sən cavan olanda eləmişdin bunları? Yox, eləməmişdim. İndi qocalıb, özü peşmandır və o peşmançılığı biz də yaşamayaq deyə gənclərə bu yöndə tövsiyələr verir. İbadətlər də belədir. Yəni, məsəl üçün, yaşlı qardaşlara fikir verin, onlarda bəlli bir hüzün var. Nəyin hüznü var? Namazı rahat qıla bilməmək, orucu tuta bilməmək, həcc, ümrə eləyə bilməmək, zikir məclislərinə gedə bilməmək, elm təhsil edə bilməmək, bu kimi buruqluq varlardı. Niyə? Cavan yaşda bunu etmədilər, məsəl üçün, və ya edə bilmədilər hansısa səbəblərə görə. Artıq yaşlı vaxtı bunun onlar üçün mümkünsüz olduğunu düşünürlər. Hər nə qədər sağlamlığımız əldən getməyib, həmçinin boş vaxtımız da varsa, onu gözəl dəyərləndirmək lazımdır. Boş vaxt da belədir.
Həqiqətən gözəl bir nemətdir. Elm öyrənmək üçün, dəvətlə məşğul olmaq üçün, ibadətləri geniş-geniş, gözəl şəkildə yerinə yetirə bilmək üçün vaxt çox gözəldir. Yəni o insanlar həqiqətən xoşbəxt insanlardır ki, onlar evlərində, iş həyatlarında sünnə namazlarını, nafilə namazlarını, fərz namazlarını, zikirlərini gözəl bir şəkildə yerinə yetirə bilirlər. Allahın kitabını oxuya bilirlər və s. Yəni bunun kimi ibadətləri mümkün dərəcə yerinə yetirə bilirlər. Onlar çox həqiqətən xoşbəxt insanlardır. Çox gözəl bir nemətdir ki, onların bu nemətləri var. O boş vaxtları və onlara o boş vaxtları verə biləcək insanlar var. Əlhəmdülillah. Onun üçün gözəl qardaşlarım, boş vaxt və sağlamlıq çox önəmlidir. Boş vaxtdan və sağlamlıqdan Peyğəmbər sallallahu aleyhi və səlləm dediyi kimi aldanmadan gözəl şəkildə yerinə yetirmək lazımdır. Və İbn Teymur rahimehullah da, yəni sözünün sonunda deyirdi ki, cümləsinin sonunda bu nemətdə ziyan edənlər aldadanlardır. Peyğəmbər sallallahu aleyhi və səlləm dedilər ki, aldananlardır. Peyğəmbər sallallahu aleyhi və səlləm dediyi kimi. Amma bu boş vaxt və səhhətini gözəl şəkildə ibadətlə, itaətlə keçənlər isə axirət yurdunu qazananlardır. Allah azə və cəllə bizi eşidib faydalanan qullarından etsin. Allah azə və cəllə bizi bu nemətlərdə, sağlamlıq və boş vaxt nemətlərində ziyana gedən qullarına etməsin. Əmin. Vəlhamdülillahi Rabbil aləmin.